Çox sağ olun. Zəhmət olmasa özünüzü təqdim edin, sizi tanıyaq. Adım Aygildir, 28 yaşım var, təhsilliyəm. Hal-hazırda avtomobil üzrə çalışıram, model üzrə, Lamborghini markası üçün. Bu işə başlamağımdakı velosipeddən başlamışam, çünki xəyallarımı həmişə kiçik bir şeyin üzərində qurmuşam. Niyə bu iş, niyə dizayner, necə başladınız, necə davam elədi, prosesləri zəhmət olmasa? Birinci növbədə bizdə ailəlicən deməli bu rəssamlıq qabiliyyəti var, amma başqa sahə üzrə. Mən də istədim ki, qeyri-adi bir iş olsun, ən azından bir dost-tanış arasında oturanda bir müzakirə səbəb olan bir mövzular geçsin, hamı maraqla qulaq asın. Çünki aydın məsələn avtomobil dizayneri Azərbaycanda bəlkə də var, bəlkə də olub əvvəllər. Biri mən tanıyıram, Sabir Sadıqov. Aydın məsələdir, hamı da bilir. Və dedim ki, bəs nəyə görə ikinci dizayner də olmasın? Həm ölkəmizin adıdır, həm də ki, İsa Müqlamlı Agil nəyə qadirdir? Mən demək, velosipedi düzəltmək istəməmişdən qabaq. Birinci düzgün qabağında özümə sual verim ki, xəyalı reallaşdıra bilərsən, yəni ciddi, yəni güzgüdə öz gözümlə baxa-baxa. Özümə alada bilmərəm ki. Dedim, açığı inanmıram, amma cəhd ilə. Bir başladım, ilk dəfə rəssamlıq mələ orada. Ərsəgəri təkəri döşbəcaq çəkdim, yəni reallıqdır bu. Amma bilirəm ki, nəsə eləyəcəm. Şəklini çəkdim, nəsə kağızı kəsdim, doğradım, reallaşdırdım. Həmin o velosipedi şəklin o yerdə melinə çəkdim, üstünə ip qoydum, ölçüləri götürdüm. Başladım, turbanın üzərində aldım, əydim, detallar, konstruksiya yığdım üzərinə və hop, velosiped hazırdır. Bilirsiniz, bir velosipedi mən ərsək gətirdim 7 gün ərzində, amma səhərdən axşama kimi. Onun eskici, yığılması, əyilməsi, svarkası, sonra istədim kraskalanması, detalların yığılması, yoxlanılması, yağlanması. Hamısı bir həftədən sonra visi hazır. Velosipedlə başladınız və necə oldu bu avtomobilə, xüsusən də sport avtomobilə keçid oldu? Deməli, məsələ bu oldu ki, yaxşı dostlarımın nəticəsində mənə dedilər ki, Aygil, bəlkə yoxlayasan avtomobil. Dedim, avtomobil, siz nə danışırsın? Dedi, Aygil, bunu eləyən onu da eləyər. Həmin vaxtı gözləm işıqladı, dedim, mən Aygildən axşam soruşaram. Nəsə, özümə yenə həmişə taktikada sual verdim, amma özümü bir həftə gözlətdim. Çünki ağır sualdır, yəni ona birbaşa cavab vermək olmaz. Nəsə, dedim, Aygil, cəhd eləyək. İlk avtomobilim olub Sipro. Model olub Lekavoy 4 qapılı. Eyni qayda rəssamlıq qabiliyyəti olmayan adam, kaput çəkirəm, kaput alınmır, əyri, batır da. Amma bilirəm ki, hiss edirəm də nəsə orada ki, bu elə olmalı deyil. YouTube'lara baxdım, videolara, bir zavodda avtomobil necə dünyaya gəlir, necə istismar olur, hansı proseslər keçir, yəni dizaynerin işləri nədir. Baxdım ki, həqiqətən də, yəni adı hələ bir avtomobil dünyaya gəlməsi üçün onun qabaqcadan hələ standartlar var imiş. Mən bilmirəm, axı birinci dəfədir. Başladım, nə eləyim? Yəni, aydın məsələ ki, mən həyatda real olan avtomobil nə eləməliyəm? Çünki bax, itkisidir, zaten o həyatda da var. Dedim, Aygil, bəlkə öz maşını yaradasan. Yəni də, çətin sual. Dedim, fikirləşək. Nəsə fikirləşdim, götür qoy elədim. Dedim, Aygil, start götür. Həm də motivasiya da var, əl işlərində var, harasa biraz da tanınıram. Hamı da inanır ki, Aygil, eləyərsən də nəsə. Deməli, gil aldım. Bildiyimiz heykəlçin gil. Başladım, yarı düz, yarı əyri. Sonra duydum ki, onlar maşına, maşın kimi yox, əsər kimi yanaşırlar da. Yəni bir detalın əyrintisi, onu şlifovka edirlər. Əslində, hər bir avtomobil yaranması üçün birinci növbədə düşüncələr yaranmalıdır. Bunu bildim. Necə? Deməli, bunu düzəldirlər, skanı edirlər, hər bir kəsin hansı proseslərə görə adi bir avtomobilin yaranması üçün bir neçə dizaynerlər işlənmiş. Biri maşın standartlardan fikirləşir, onun şəklini çəkir,
həmin adam o şəklin gildən maketini düzəldir, o birisi adam onu AutoCAD-da yığır, o birisi 3D Max-da. Agil elə bilərsən bunları. Böyük sahədir də, təcrübə yox, staj yox, ancaq internet videosu. Tamam, razılaşdım. Dedim, olsa başlamışsan. Demək, geri dönüş yoxdur. Nəsə, alındı. Sonra daha böyük proyektlərə. Birinci maşın, ikinci, dördüncü, yeddinci alınır, agil alınır. Motivasiyadakı var. Başladım ki, elə bir şey düzəldik ki, o dünyaya hətta belə səs salsın da. Siz öz brendinizi yaratmışsınız, səhv eləmirəmsə? Bəli, Agillas Alon markasını yaratmışam. Aha, yəni bu haqda nə deyə bilərsiniz? Necə oldu? Tamam. Ad seçmək olsun, nədən ilhamlandınız? Agillas brendi istədim ki, əslində qardaşına öz adımın ətrafında bir marka olsun. Həm birinci növbədə maşını görməsə də belə, biz onun səsini eşidəndə bir nəsə bir ilham duyaq. Nədir ki, Lamborghini, Ferrari adı o hərflərin birləşməsi nəsə ilham gətirirdi adama. Dedim ki, bəlkə Agillas, hop, ad da uyğun gəlir, oturdu brendin üzərinə. Niyə bəs Alon? Alon da açıqlaması odur ki, hər bir proses mən tək eləmişəm. Gecə gündüz işləməklə. Avtomobil sxeminin hazırlanması, onun ştampovka detalının yığılması, kitabı yazılması, paltarın tikilməsi, hətta belə xüsusi onun üçün mən musiqi yazdırmışdım ki, inşallah nə vaxtsa ortaya çıxar, həmin musiqi sədası altında o maşının üstünü tent açılar. Yəni, böyük xəyallarla, böyük addımlarla o layihə ərsə gətirdim. Onun hal-hazırda 55 kilo o gildən sizə dediyim kimi maketi var, oyuncaqları istehsal olunub. Kameramıza göstərən Agillas'ın brendi də var, burada möhrü də var. Bu şəxsən öz kompaniyama aiddir. Burada standartlar və s. öz qeydlərinizi eləmisiniz. Bir dizayna ərsəyə gətirməkdən ötürü ilk növbədə hardan başlamaq lazımdır? Birinci növbədə biz yenə də vurğulamalıyıq ki, biz ümumiyyətlə nə edə bilərik, nəyi bacara bilərik, onu bilməliyik. İkinci qayda, hansı kampaniya üçün nə etməliyik? Sonra özü gedir analiz. Həmin kampaniya rəsmi saytında nəyi açıqlayır, nəyi tələb edir, hansı prototip üzərində iş görür. Ondan sonra həmçinin eyni qaydada burada göstərdiyim kimi Lamborghini şəxsi saytında Ninja Broker'in videoları var, YouTube'da onun izahları var. Ətraflı olaraq İtalyan dilində, ingilis dilində istəyən maraqlı olan şəxslər baxa da bilər. Orada hər dəfə kadrı mən saxlayırdım. Orada izah eləyəndə əlindən nələrsə bura köçürdüm. Lamborghini şəxsi satış mərkəzində olmuşam rəsmi. Sağ olsunlar. Hər tərəfdə məni xoş qarşıladılar. Həqiqətən hər bir detala baxdım, toxundum. Hətta maşının içində oturub o şəkildə gördüm komfortu həqiqətən də mən duydum ki, həqiqətən də Lamborghini elə bu olmalıdır. Niyə məhz sport maşınlar? Sport maşın ona görə ki, dinamikanı sevdiyim üçün, işdən yorulmadığım üçün, ağır prosesləri sevdiyim üçün, usanmadan, yorulmadan bir işə can yandırmağım üçün ki, Agil, sən hər şeyin yaxşısını eləyəsən. Və min şükürdür ki, eləmişəm. Misal üçün olaraq bunu göstərə bilərəm ki, adı oyuncaq da olsa bunu götürüb mənsə göstərəcəm. Bu yerləri ki var, bu yerləri. O real həyatda avtomobil təkərinə çınqıldaş gelir, xırda. Onları kilmişdən, çünki proyekt real olmalıdır. Burada indi detalın üzərində olan deməli, işıqlardır, diodlardır, həmin o faralar, həmin bu detallar hara girib çıxır, hardan bölünür, hardan kəsilir. Ətraflı məlumat verə bilərəm istəsəniz əgər. Qapı hardan açılır, qapı arasında olan milimetrik olan məsafə olanımızı şərtdir. Standartda cavab verməliyik. Hətta üzərində bunu barmaq izinlə qoymuşam. Hamısı bir detallı işlənir. Birinci mən sizə standartları göstərdim. Həmin o standartlar. Bu gördüyünüz ümumi Lamborghini standartı konsepsiya. Yəni Lamborghini bu sxematika üzərində qurulmalıdır və öz maşını yaratmalısın. Həmin bu standartları bildiyim üçün AutoCAD hazır gördüyünüz kimi baxın öz maşını yaratmışam. Amma
avtomobil bu yoxdur hələ ki dünyada. Yalnız mənim kontrimdədir. Burada üzü kabin yerləşdirmişəm, arxadan, qabaqdan görünüşü, ətraflı olaraq bir yaxşı videoda burada gördüyümüz ölçülərdəki, yəni necə necə o ölçüləri götürmüşəm. Bu gördüyünüz xəttlər Lamborghini'nin hər bir detalında var, hətta paltarında da belə, hətta ayaqqabısının altında, izində də belə var. Bu xüsusi maşındır da. Düzdür. Bu xüsusi maşındır. Hansı yeniliklər, fərqliliklər gətirmisiniz məsələn, nə deyə Mən bilərsiniz? sadəcə olaraq yenilik gətirmişəm, dizaynın əfsanəvi olmasının üçün, yəni məndə sırf Dizaynla bağlı. bəli, amma mühəndis tərəfim fikirləşərək, yəni birbaşa mən onu elə işləyə bilmərəm ki, öz ixtiyarıma deyil ki, mən istədiyim kimi onu modelləşdirim. Sonra o külə gəlməyəndən sonra nə mənası var ki? Hansı hissənin dizaynında daha çox çətinlik çəkmisiniz və ya daha çox fikirləşmisiniz? Əslində çox çətin və çox gözəl də sual verdiniz. O sualı özümə də vermişəm. Əslində heç bir detaldan ayırmağa haqqım yoxdur. Çünki hər bir detal bir minimum 2-3 saat. Amma avtomobilə ilk baxanda müəyyən bir hissə var ki, o adamı məsələn daha çox cəlb edirsə, fikirləşirəm ki, məsələn o hissəyə daha çox diqqət yetirmək vacibdir. Bəli. Misal üçün, mənim deməli bürcüm əqrəbdir. İndi markadan baxan adamlar da ki, bilirlər. Burada mən istəmişəm ki, əqrəbin əli nə qədər geniş, yəni qolları necə geniş olduğunu hiss elətdirim avtomobil təkərində. Əslində bilirik ki, Lamborghini modeli buğadan götürülür. Amma mən istəyirəm ki, orada mən bir ömür payım olsun. Ona baxan məni xatırlasın ki, bu dizayner falan kəsdir. Lamborghini də yenə təkrar kimi olmasın. Dedilər ki, Aygil, sizin diskinizi məncə götürərlər. Amma istehsal ancaq spes basası üçün, ancaq belə maşının üzərində verməzlər. Çünki bu xüsusi var, ancaq ekzemplyar kimi satılır bilər. Bunları hansı proqramdan düzəldirsiniz? Bu hal-hazırda bu 3D Max-dır. Amma bundan qabaqki AutoCAD proqramlarıdır. Hər dəfə deməli Ninja Broker'ın videosuna baxanda orada göstərir də otağa girir 14 dənə adam, biri AutoCAD, biri SolidWorks. Proqramı bilmirəm, axı öyrənməmişdim. Çünki həm də biraz maddi vəsaitdə açıq o deyildi. Baxdım ki, belə bir nəsə proqramlar var. Müəllimlərim var idi. Göndərdim ki, müəllim, bu hansı proqram, falan proqram. Aha, adını bilirəm, amma özüm bilmirəm. Müəllim öyrədi mənə. Əslində mən də fikirləşdim ki, Aygil, çox çətin. Çünki biri orada Eiffel, biri silah, biri nə bilim. Dedim, elə biləsən, dedim, Aygil, kağızda eləyəncə o nədir ki? Əl işləriniz, dizaynlarınız həqiqətən də çox gözəldir. Mənə maraqlıdır ki, bununla bağlı sizə hər hansı bir iş təklifi olsun, şirkətlərdən başqa bir təkliflər gəlibmi və ya siz hardan hansı təklifin gəlməyini istəyirsiniz? Çox əfsus olsun ki, bu sualla biraz mən ürəyim istəyən qədər cavab verə bilməyəcəm. Çünki aydın məsələdir ki, bizim ölkədə bu sfera biraz çox uzaqdır. Çünki bizim xəyallarımız səmada olduğu kimi əl çatmazdır. Xarici ölkələrdə təsadüf edir. İtaliya şəhərində, Agatabalın şəhərində təsadüf edir. Əslində istəyərdim niyə də olmasın ki, o mənim gözümün nurun bəhrəsidir də ən azından. Amma ən çox istəyərdim ki, Lamborghini məni. Yəni ən azından bir muzeyə təklif eləsin ki, bir dəfə Aygil gəlin muzeyə. Bax, burada səni tanıyır. Çünki mən bilirəm ki, əminliklə bilirəm ki, mən bir neçə Lamborghini nəfəs verə bilərəm. Biz də ümid edirik ki, layiq olduğunuz yerə gələrsiniz, istədiyiniz təklifləri alarsınız. Mütləq. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.